Herkese salam, mən psixoloq Ləman Əziz. Bugün sizinlə psixologiya dünyasında əsl inqilab etmiş, həm elmi baxış bucağımızı, həm də insana olan münasibətimizi kökündən dəyişən bir alim haqqında söhbət edəcəyik. Bu şəxs Carol Gilligan'dır. Onun hekayəsi sadəcə bir nəzəriyyə deyil, həm də cəmiyyətdə illərlə eşidilməyən bir səsin, qadın səsini elmi müstəviyə gətirmək mübarizəsidir. Gəlin, onun dünyasına dərindən nəzər salaq. Carol Gilligan'ın psixologiya tarixinə qədəmi əslində böyük bir narahatlıqdan başladı. 20-ci əsrin ortalarına qədər psixologiya elmi, demək olar ki, tamamilə kişi tədqiqatçıların kişilər üzərində apardığı araşdırmalarla formalaşmışdı. İnsan təbiəti deyəndə ağla gələn norma kişi təcrübəsi idi. 1982-ci ildə Carol'ın Fərqli bir səslə kitabı nəşr olundu. Bu kitab Harvard Universitetinin tarixində ən çox satılan əsərlərdən biri oldu. Çünki o, çox sadə, amma sarsıdıcı bir həqiqəti deyirdi. Qadınlar əxlaqi cəhətdən zəif deyillər. Onlar sadəcə fərqli bir məntiqlə danışırlar. Carol'un araşdırmaları əslində müəllimi olan məşhur Lawrence Kohlberg'in əxlaqi inkişaf mərhələləri nəzəriyyəsini tənqid etməklə başladı. Kohlberg'ə görə əxlaqın ən yüksək nöqtəsi abstrakt ədalət qaydaları və qanunlar idi. Lakin maraqlı bir məqam var idi. Kohlberg'in testlərində qadınlar adətən aşağı mərhələlərdə qalırdılar. Niyə? Çünki qadınlar qərar verərkən qayda nə deyir sualından daha çox bu qərar kiməsə zərər verərmi və ya münasibətlərimizə necə təsir edər suallarına cavab axtarırdılar. Carol sübut etdi ki, bu bir əksiklik deyil. Əksinə, insanın daxili mənliyinin nə qədər əlaqəli və məsuliyyətli olduğunun göstəricisidir. Carol'un elmə gətirdiyi ən böyük anlayış qayğı etikası oldu. O iki fərqli əxlaqi dünya təsvir etdi. Birincisi, ədalət etikası. Hansı ki, bu kişi mərkəzli idi. Bu yanaşmada əsas məsələ hüquqlar, qaydalar və fərdi müstəqillikdir. Şüar belədir. Hər kəs öz haqqını almalıdır. İkincisi isə qayğı etikası idi. Hansı ki, bu qadın mərkəzlidir. Burada isə məsuliyyət, qarşılıqlı əlaqə və incitməmək prinsipi öndədir. Şüar isə daha dərindir. Heç kim tək qalmamalı və heç kimə zərər dəyməməlidir. Təsəvvür edin ki, bir tərəf qanun kitabına baxır, digər tərəf isə qarşısındakı insanın gözlərinin içinə. Carol'a görə hər ikisi əhəmiyyətlidir. Amma qayğı etikası olmadan dünya çox soyuq bir yerə çevrilərdi. Gilligan qadınların daxili inkişafını 3 əsas mərhələdə izah edirdi. Bu mərhələlər insanın özü ilə ətrafı arasındakı balansı necə tapdığını göstərir. Mərhələ 1. Özünü qoruma. Bu başlanğıc nöqtəsidir. İnsan ilk növbədə öz ehtiyaclarını və sağ qalmağını düşünür. Lakin zamanla bir sual yaranır. Yalnız özümü düşünsəm, başqalarına zərər verərəmmi? Mərhələ 2. Fədakarlıq. Bu mərhələdə qadınlar çox vaxt cəmiyyətin onlara diktə etdiyi yaxşı qadın obrazına bürünürlər. Öz ehtiyaclarını tamamilə unudub başqaları üçün yaşayırlar. Gilligan bunu bir dayanacaq kimi görürdü. Amma bura son mənzil deyildi. Çünki bir insan özünə qayğı göstərmədiyi unutsa, həqiqi mənada başqasına da qayğı göstərə bilməz. Və son mərhələ. Qeyri-zorakılıq və bütövlük. Ən yetkin mərhələ budur. Artıq fərd həm özünə, həm də başqalarına qayğı göstərməyin vacibliyini anlayır. Və əsas prinsip isə budur. Zərər verməmək. Nə özünə, nə də başqasına. Carol'un yaradıcılığının ən duyğulu hissəsi bəlkə də yeniyetməli qızlar üzərində apardığı müşahidələrdir. O bir şey kəşf etdi. Balaca qızlar adətən çox cəsarətli və açıq sözlü olurlar. Amma yeniyetməlik dövrünə çatanda onların səsi sanki itir. Niyə belə olur? Çünki cəmiyyət onlardan yaxşı, sakit və münaqişəsiz olmağı gözləyir.
Qızlar öz həqqi düşüncələrini, hisslərini gizlətməyə, yəni özlərini senzura etməyə başlayırlar. Carroll'ın bu kəşfi təhsil sistemində və ailə tərbiyəsində böyük dəyişikliklərə səbəb oldu. Qızların öz səslərini qoruması üçün yeni metodlar yaradıldı. Bugün Carroll Gilligan'ın təsiri sadəcə psixoloji otaqları ilə məhdudlaşmır. Onun qayğı etikası və səs metodu bir çox sahəyə sızıb. Birincisi, hüquq və siyasətdə. Qanunların sadəcə cəza deyil, həm də insanların ehtiyaclarına qayğı ilə yanaşması fikri inkişaf etdi. İkincisi, terapiyada. Relational therapy, yəni münasibət terapiyası yaranaraq insanın fərdi bir ada olmadığını, münasibətlər daxilində sağaldığını vurğuladı. Üçüncüsü isə araşdırma metodlarında özünü göstərdi. İnsanları sadəcə rəqəmlərlə deyil, onların daxili hekayələrini dinləyərək anlamağa çalışan dinləmə bələdçisi metodu geniş yayıldı. Carroll bizə çox mühüm bir dərs verdi. Əgər ədalət qaydalardan ibarətdirsə, insanlıq bir-birimizə olan qayğıdan ibarətdir. O bizə öyrətdi ki, kimsəni incitməmək, münasibətləri qorumaq və eyni zamanda öz mənliyimizə sadiq qalmaq zəiflik deyil, ən böyük əxlaqi gücdür. Bununla da psixologiya tarixinin növbəti bir qadın alimi haqqında dərindən araşdırma etdik. Dinlədiyiniz və dəstək olduğunuz üçün təşəkkürlər. Növbəti videoda görüşənədək.